Bəzən deyirlər ki, xanım Fatimə Salamullah əleyhanın şəhadətini bildirən mənbələr Hicri 4-cü əsrdən sonra yazılan tarixlərdə öz əksini tapmışdı. Hicri 1-ci, 2-ci, 3-cü əsrdə yazılı ədəbiyyatda belə bir şey yoxdur. Baxın, bunlar ümumən bir çox məsələləri qatışdırdıqları kimi bu məsələni də qatışdırıblar. Təbii olaraq hicrətin ilk əvvəllərində yazılı tarix kitabları nəqli idi, yəni rəvayət yönlü yazılırdı. Və hər hansı bir hadisə raviyə bağlı idi. Yəni, təbii olaraq bu hadisəni nəql edən ravilər hicrətin 1-ci əsrində yaşamış olmuşdular. Və eyni zamanda yazılı ədəbiyyat da var ki, 1-ci, 2-ci, 3-cü əsrdə yazılıb və bu hadisəyə toxunur. Məsələn, Süleym, Qeys Hilali bu məsələləri səhabi olan Salman-ı Farisdən nəql edir. Eyni zamanda Əl-Kafi, Şeyx Səduq və digər şiə alimləri Hicri 3-cü və 2-ci əsrin sonraları yaşayıb bu məsələni gətiriblər. Əhl-i Sünnədən Şəhristani, Nəzzab, Mübərrəd bu məsələni gətiriblər. Eyni zamanda tarixçilərdən 3-cü əsrdə yaşamış Yəqubu öz tarix kitabında gətirir ki, 2-ci xəlifənin arzularından biri bu idi ki, ey kaş Peyğəmbər qızının evinə hücum etməzdin və bu işlər baş verməzdi.